Mehman bəy, içki içən insanlara dua batırmı? Bir insan içki içirsə, istəyir ona cadu eləsinlər, ölüm cadusu batmayacaq. Çünki içki içən insana cadu batmır. Mən dəfələrlə bizə müraciət edirlər ki, Mehman bəy, mənim yoldaşım içki düşkünüdür, mənim ailəmdə qırğındır, davadır. Buna bir dua yaz, bu içki içməsin. Mənim deməyim odur ki, içki içən insanlara cadu batmır. İndi demirəm, cəmaata gedin, hamınız içki üçün cadu batmasın. Bəli, həqiqətən, əgər bir insana cadu olunursa, tilsim olunursa, içki içərək özünü təmizləyə bilər. Mən bunu dəfələrlə demişəm. Belə bir adamlar var ki, mənim həcci dostlarım var, mənimlə həcdə olub, baxıram ki, ancaq içirlər. Adam var, deyirəm, mən içki içirdim, mənim işim yaxşı oldu, mənim pulum əlimdən qat-qat daha da yaxşı oldu, ruzum qat-qat daha da yaxşı oldum. Gəldim bugünkü gündə, içkiyə tövbə elədim, namaz qıldım, olan qalan ruzum çəkildi. Mənim deməyim odur ki, bəzən də Allah, əstağfurullah, biz Allah deyilik. Bəzən də insanlara Allah Taala imtihana çəkdirir. Fikirləşməyin ki, hə, mən içki içəcəm, mənim ruzum açılacaq, xeyr. Hər şey Allahdan istəyir. Bəli, cadudur, tilsimdir, əməldir. İçki içən insanlara batmır. Bunu deyim, biləsiniz.